Xasiyyətli intervallar dedik ki, xasiyyəti nədir? Harmonik halda olmalardır. Hansılardır xasiyyətli intervallarımız? Artırılmış sekunda. Artırılmış sekunda, Eksiltilmiş əskidilmiş septima. Bunlar oldu xasiyyətli intervalların birinci cütü. Və artırılmış sekunda böyük sekundadan artıq böyüyüb ki, artıb. Adlanıb artırılmış sekunda. Eyni zamanda baxın, kiçik hərflə qeyd etdik. Qammanın neçənci pilləsində əmələ gəlir artırılmış sekunda? 6-cı pillədə, əskildilmiş septima qammanın 7-ci pilləsində. Çünki niyə sekundada altını götürmüş isə sekunda götürmək üçün yanında mütləq 7-ni də götürmək. Məsələn, do majorda biz hərfi adları keçmişik, düzdür. Do major 6-cı pilləsi nə olacaq? La. La. Sekunda hara düşəcək? La'dan. Bəli. La. La'dan sekunda hara düşür? Do. Sekunda neçə pillədir? La, si, do 3 pillə olur. Sekunda neçə pillədir? Si. La, si. Amma harmonik halda nə olacaq bu la? Yarım ton bəmləşəcək 6-cı pillə. Danışın da. La bemol. Olacaq nə? La bemol. Və la-si böyük sekunda idisə nə əmələ gəlir harmonik halda? Artırılmış sekunda əmələ gəlir. Öz-özünə əmələ gəldi. Düzdür? Öz-özünə əmələ gəldi. İndi bu la bemol, si-ni artırılmış intervallar hara həll olur? Gərək həll edək. Hara həll olur artırılmışlar? Kənara. La bemol bir dənə aşağı olacaq. Sol. Si bir dənə yuxarı olacaq. Do. Və la bemol qammanın neçənci pilləsi idi? 6-cı pilləsi. Si isə 7-ci pilləsi. Qeyri-sabitin sabitə həllindən biz bilirik ki, 6 hara həll olur? 6 5'e. 5'ə, 7 isə 1'ə. İndi əskildilmiş septima götürək. Qammanın neçənci pilləsindən? 7-ci pilləsinədir. Do majorun? Si. Do majorun 7-ci pilləsi oldu. Si, bəli. Yazırıq. Si-ni və septima hara düşəcək? Septima olacaq la. La, amma Bemol. la bemol. Si-dən la'ya hansı septimadır? Böyük septim. Si-dən la'ya hansı septimadır? Böyük septima neçə tondur, kiçik neçə ton olmalıdır? Kiçik septima 6 ton, 6 ton oktava. 5 ton yarım hansıdır? Böyük septimadır, 5 ton Kiçik kiçik septim. septimadır. İndi si-dən la'ya hansı septimadır bu? Kiçik septim. Kiçik septimadır. İndi kiçikdən də kiçiləndə harmonik hala görə, bax burada la yox, la bemol oldu. Hansı septima alınır? Əskildilmiş septima. Bu böyükdən də böyüdü, artdı. Bu kiçikdən də kiçikdir, əskildi. Ona görə əskildilmiş adlanır və qammanın neçənci pilləsində əmələ gəlir? Öz-özünə əmələ gəlir. Yalnız harmonik hal olarsa, harmonik halda götürəriksə əmələ gəlir. Doğru? Harmonik hal olmasa əmələ gəlmir. İndi, əgər ki, artırılmış intervallar o gül çiçək açar genişlənə, o qırınca necə açar? Kənara həll olur. Necə mayalı xəmir aşır, daşır. Maya vururuq xəmirə, şişir. Pişirəndə biraz da şişir. Düzdür, genişlənir. Özü artıb, həlli də biraz da aşır, daşır kənarlara. Amma əskildilmiş sanki çiçək bəli yığılanda necə olur daxilə və eyni zamanda da elə bil ki, sanki mayası kiçildəndir. Özü ki, kiçikdən kiçilib əskiliyib, həlli də daxilə gedir. Si bir dənə yuxarı, do, la da bir dənə aşağı olacaq. Bəli.
sabit səslərə həlli hökm sürür. İstənilən interval, istənilən akordu həlli nəyə bağlıdır? Qeyri-sabitin sabitə həllinə. Bu qammamızın neçənci pilləsidir? Do majorda si 7-dir. Bu isə 6-dır. 7 hara həll olur? 7 1-ə, 6 isə 5-ə həll olur. Bura qədər aydındır. Xasiyyətli intervallarımız yaxşı. Davam edək. İndi baxaq ikinci cüt intervallarımıza nə aiddir? Xasiyyətlərin birinci cütü oldu. Hansı intervallar? Artırılmış sekunda, əskildilmiş septima. İndi gəlin baxaq görək. İkinci cüt intervallarımız hansılardır? İkinci cütə görək nə aiddir? İkinci cüt intervallarım, xasiyyətli interval. Bəli, artırılmış kvintadır və əskildilmiş kvartadır. Əslində bu intervallar bir-birinin dönməsidir. Sekunda septimanın, septima sekundanın, kvinta kvartanın düzdür. Artırılmış hansı intervala dönür? Dönən əskildilmişə böyük, kiçiyə kiçik, böyüyə. Əskildilmiş, artırılmış. Yalnız xalisliyini qoruyur, saxlayır. Düzdür? Qalanı özünün əksinə dönür. Prima oktavaya, sekunda septimaya, septima sekundaya, tersiya sekstaya, seksta tersiyaya, kvarta kvintaya, kvintada kvartaya. İndi baxaq, artırılmış xasiyyətli intervalların ikinci cütünü ona görə ayırırıq ki, bu birinci cütdən deyirik ki, bu ikinci cütdür. Ona görə ki, bu intervallar majorda fərqli pillələrdə əmələ gəlir, minorda fərqli pillələrdə əmələ gəlir. Eyni zamanda səslərinin biri həll olur, biri yerində qalır. O yerində qalan səs sabit səs, üçüncü pillədir ki, sabitdir. Qeyri-sabit hərəkətlidir, sabitə doğru meylidir, həll olur. Amma sabit həmişə yerində qalır. Ona görə qammanın o üçüncü pilləsi sabit səs, toxunulmaz, yerində qalacaq. Bircədən o qeyri-sabit səsi həll edəcək. Demək, səslərindən biri yerində qalır, biri həll olan interval hansıdır? Yalnız xasiyyətlərin ikinci cütü. Yəni artırılmış kvarta, kvinta, əskildilmiş kvarta ola bilər. Düzdür? Və majorda əmələ gəlir artırılmış kvinta, qamma 6-cı pilləsinə, əskildilmiş kvarta həmin dediyimiz 3-cü pillədir. Bəli, 6-cı pillə nə olacaq do majorumuzda? Sol. Do majorda 6 la, amma harmonik halda. Harmonik hal olmasa əmələ gəlmir. Bu xasiyyətlər mövcud olmazdı. Harmonik hal olmasaydı. Bəli, 6 yarım ton məmləşir, olur la bemol. İndi 5 pillə kvintamızı sayaq la'dan cəl. Tez, la, bir yerdə la, si, do, re, mi. Və la bemol qammamızın neçənci pilləsidir? 6-cı pilləsidir. Mi isə 3-cü pillədir. Demək, 6 hara hərəkət edəcək? 5'e. 6 5-ə. Olacaq hansı səs? Sol. Sol. Siz deyil, mən yazın. Bəs bu 3? Fa. Fa'ya hərəkət edəcəkmi? 3 nə olur? Sabitdir. Yerinde kal. Sabit yerində qalacaq. Mi qalacaq? Yerində. Düzdür? 6 5-ə, 3 isə yerində qalır. Demək oldu nə? Bu da artırılmış kvintamız. Səsin biri yerində qaldı, biri həll oldu. İndi əskildilmiş kvartamıza baxaq. O da qammanın 3-cü pilləsində əmələ gəlir. 3-cü pilləmiz hansıdır? Do majorda mi'dir. Yatmırıq rəvan. Fikrim burada olsun və kvarta 4 pillər. Hara düşəcək mi'dən? La. La'ya. Harmonik halda. La bemol. La bemol olacaq. Harmonik hal olmasa əmələ gələrmi? Xeyr. Xeyr, əmələ gəlməz. Və həlli necə olacaq? Mi olacaq re. Xeyr, mi re'yə getməz. Mi qammanın 3-cü pilləsidir. Sabit səsli. Bəli, mi yerində qalacaq. 3-cü pillə. La bemol neçədir? Sol. La bemol isə qammanın 6-cı pilləsi. 6-cı pilləsidir. Baxın, burada bir səs yerində qalsa belə, bu aşağı getdi. Genişləndi mi? Artırılmış həll olarkən yenə də kənarı həll oldu mu? Bəli. Bəli.
Bəs buradan əskildilmiş həll olarkən necə olmalıdır? 5. Bəli, aşağıya doğru lanı bir pillə sürüşdürürük, olacaq sol. Bəli, və 6 hara həll olmuş oldu? 5'e. 5'ə həll oldu. Bu da bizim xassətli intervallarımız. Doğru? Aydın oldu bura qədər? Aha, bunu belə edək. Bu da bizim do majorda xassətli intervallarımız. Və bütün pillələrini də üstünə qeyd etdik. Düzdür? Gəlin oxuyaq do majorda xassətli intervallarımızı. Gəl. La bemol, si, sol, do, sol. Si, la bemol, do, sol, la bemol, mi, sol, mi, la bemol, mi, sol, tonika, do. Aydındır? İndi pillələrlə oxuyaq. Artırılmış sekunda, qamanı içərici pilləsində 2. gözünüzün qarşısında. 2. Artırılmış sekunda, qamanı altıncı. 6-cı pilləsində əmələ gəlir. Oxuyaq. Pillələrdə lövhədə gözünüzün qarşısında da oxuyuruq. 6, 7, 5, indi əskildilmiş quinta, qısaltma. 7, 6, 1, 5 notlarla. Si, la, do, sol. Lövhədə hər şey gözünüzün qarşısındadır. Artırılmış quintanı oxuyuruq. Gəl. La bemol. Mi, gəl yolundan içib olur. Sol, mi. Bir də artırılmış quinta qamanın içənci pilləsində əmələ gəl. Majorda 6-cı pillədən olacaq. Oxuyaq. 6, 3, 5, 3. Yerində qaldı əskildilmiş kvarta. Qamanın içənci pilləsində əmələ gəlir. 3-cü majorda 3 dəfə. 3, 6, həll olur. 3, 5. Yoxlarla. Mi, la bemol, mi, sol və tonika, do. İndi gəlir la minorda yazaq. Bunları la minorda. La minorda tez quraq. Yuxarıdan yazarıq. Yuxarıdan yazaq la minorda. Xassətli intervalları. İndi la minorda xassətləri tez-tez qururuq. Deyin yazın. La minorda. Birinci cüt eyni pillələrdən əmələ gəlir. Artırılmış sekunda əmələ gəlir. 6-cı pilləsi nədir la minorun? Gəl. 6 mərtəbə qalxmaq asandır, yoxsa 1, 7, 6 birinci gündən bir dənə əvvəl 7-dir, bir dənə də əvvəl 6-dır. Fa, bəli. La, sol, fa. Tez aşağıya doğru sayırıq. Tapırıq. Fa. Fa'dan sekunda hara düşəcək? 2 biləməz. Sola. Sola. Amma harmonik hal bunların əmələ gəlməsinə səbəb olur da xasiyyətli intervalların xasiyyəti harmonik haldır. Minor qammasının harmonik halında nə baş verir? 7-ci pillə yalnız birləşir. Bəli. Sol diyez. Əhsən, olacaq sol diyez. Demək, fa, sol diyez hara həll olacaq? Həllini də deyin, siz deyin, mən yazım. Miyə, Bəli, fa bir dənə aşağı, miyə, sol bir dənə yuxarı, laya. Bəli. Oldu. Majorda da, minorda da gördük ki, eyni pillələrdən əmələ gəldi. Düzdürmü? İndi qammanın neçənci pilləsini tapırıq. Çünki əskildilmiş septimada əmələ gəlir qammanın neçənci pilləsində 7-ci pillə hansı nota olacaq? Sol. Sol amma harmonik halda sol diyez. Sol diyez və 7 pillə hara düşəcək? Sayaq 7 pilləmizi əskildilmiş septima. Bəli, sol diyez fa olacaq. Soldan fa'ya hansı septimadır? Kiçikdir. Kiçikdən də kiçiliyib sol diyez fa olub əskildilmiş septima. Öz-özünə əmələ gəlir qammalar. Qurumuruq, qurulur demirik. Deyirik. Majorda, harmonik major və harmonik minorda artırılmış sekunda əmələ gəlir qamma 6-cı pilləsində, əskildilmiş septima isə 7-ci pilləsində. Düzdür, hara həll olacaq? Daxilə. Tez deyil. Sol diyez la, ya. Bir dənə yuxarı qalxır, fa da, miyə, bir dənə aşağı düşür. Bəli, və daxilə həll oldu. Oldu nə?
birinci cütü yığıldı daxilə. Bu birinci cütümüz. İndi gəlin bunların da pillələrini işarə edək ki 6, 7, bütün 30 kanalın 30'unda da bu pillelerle rahatça düstur kimi tapa bilərik. Düzdür mü? Not dəyişsə belə pillər heç vaxt dəyişmir. 6 hara həll olur? 5'ə 7, 1'ə 7, 1'ə 6, 5'ə. İndi ikinci cütə keçirik. İkinci cüt artırılmış kvinta. Majorda 6-cı pillədə əmələ gəlirsə, minorda əmələ gəlir, bəli. 3-cü pillədə, qammanın 3-cü pilləsində əmələ gəlir və əskidilmiş kvarta isə, bəli. Əgər majorda 3-cü pillədə əmələ gəlsə, minorda əmələ gəlir, qammanın 7-ci pilləsində deyil. Qammanın 7-ci pilləsində. İndi gəlin, lə minorun 3-cü pilləsini tez tapaq. Do, yazırıq do. Və 5 pillə sayaq, hara düşür? Kvinta 5-dir. Sol diyez. Əhsən, sol diyez olmalıdır ki, bu nə əmələ gəlsin? Artırılmış kvinta əmələ gəlsin. Və necə həll olacaq? Necə nöqtaları deyək? Bu neçənci pillədir? 3'dür. 3-2'ye. Xeyr, 3 sabitdir. 3-3'e. 3 heç vaxt həll olmaz. 3 sabitdir. Qeyri-sabitlər zalına səndə olur. 3 yerində qalacaq. Səslərdən biri yerində qalır. Bu isə neçənci pillədir? Sol diyez olacaq. La. Bəli, neçənci pillədir? Qammanın. Qamma 5 pillə. Lə minorda neçənci pillədir sol diyez? 7-ci zilləşmiş harmonik pilləsidir. Və 7 hara həll olur? 7 birə. 1'ə tamamilə doğru laya həll olacaq. Aydındır. Çətin deyil. Kimə qaranlıq qaldı, kimin sualı yarandı, kimə nə aydın deyil desin, bir də izah edək. Və əskildilmiş kvarta qammanın 7-ci pilləsi hansıdır? Tez. Sol diyez, bəli. Sol diyezdən hara düşəcək? Kvarta 4 pillə. Sol diyezdən 4 pillə. Sol si do. 4 pillə. Do'ya düşür. Sol diyez do. Bu ki do sol diyez deyildi. Dönmədə axı yeri dəyişir sadəcə. Olur sol diyez do. Baxın. La bemol si oldu si la bemol. Hətta bunlar belə dönür. Sol do oldu do sol. La bemol mi oldu sol mi'ye həll oldu. Bu la bemol mi ne oldu? Mi la bemol oldu. Bu sol mi oldu mi sol. Hamısı dönmədi. Burada fa sol diyez oldu sol diyez fa. Yeri dəyişdi. Burada birinci olan keçdi axıra bir oktava yuxarı. Burada ikinci olan oldu birinci. Birinci, ikinci oldu. Do sol diyez oldu sol diyez do. Yeri dəyişdi. Bax belə. Aydındır. Sadəcə yeri dəyişdi. Hansı birinci idi, oldu ikinci. Hansı ikinci idi, keçdi, oldu birinci. Burada nə olacaq? Cəlb olur. Sol diyez olacaq. La. La, bəli. Əskildilmiş daxilə ki, həll olmalıdır. Bir dənə yuxarı qalxır, sabit yerində qalır. Ona görə burada isə artırılmış kənarı həll olmalıdır, yuxarı həll olur. Burada da aşağı həll olursa da yenə də genişləndir. Yuxarı da həll olanda yenə də genişləndir. Ona görə artırılmışlığını saxladı, əskildilmiş də yenə də daxilə həll olmaqla əskildilmişliyini saxlar. Aydındır. 7 hara həll oldu? 7 birə. 1'ə. 3 də sabitdir, qalır yerində. Bax, bu qədər asan. İndi la minorda oxuyaq xassət intervallarımızı. Neçə işarəsi var la minorun? Heç bir işarəsi yoxdur. Paraleli do majorun paralelidir. Rəngizdə oxuyuruq, 6-cı plan tapırıq. Buyurun, gəl. Lövhədədir gözünüzün qabağında. Tez-tez. Əskildilmiş septima sol diyez. Həll olur.
kvinta. Do, sol, diyez, do, la. Eskidilmiş kvarta. Sol diyez, la, la, do. Aha, bir də oxuyaq. Notların adından oxuyaq, sonra pillələrdən oxuyaq. Bir də cəh. Artırılmış sekunda əmələ gəlir qamanı. 6-cı piyesine. Oxuyaq. La, sol diyez, mi, la. Pillələrlə oxuyanda ürəyimizdə notların adını deyirik. Notlarla oxuyanda ürəyimizdə pillələrin adını, pillələr deyirik. İndi pillələrlə 6, 7, həll olur. 5, indi əskidilmiş kvinta, septima, neçədə? 7-dən, bəli. Sol, diyez, fa və notlarla. La, mi. İndi pillələrlə 7-də də belə gəlir. 6, həll olur da pillər. 5, indi ikinci cütə artırılmış kvinta, minorda əmələ gəlir. Qaman üçüncü pilləsində, bəli, buyurun. Do, la minorda yox. Do, sol, Diyez, do, do, la, pillələrlə 3, artırılmış kvinta 3, 3 yerində qalır. 3, 7 birə həll olur. İndi əskidilmiş kvarta. sol diyez, Do, həll olur. La, do, pillələrlə 7, 3, həll olur. 1, 3, əskidilmiş kvarta minorda əmələ gəlir. Qamanın üçüncü pilləsində. 7-ci. Bəli, 7-ci. Artırılmış sekunda və əskidilmiş septima həm majorda, həm minorda əmələ gəlir. Artırılmış sekunda qamma 6-cı pilləsinə, əskidilmiş septima 7-ci pilləsində. Düzdür, majorda və minorda eyni pillələrdə əmələ gəlir. Major. Birinci cüt eyni deyil, 6 ilə 6 eyni deyil, 7 ilə 7 eyni deyil. Bəli, eyni pillələrdə əmələ gəlir. Amma ikinci cütü artırılmış kvinta majorda əmələ gəlir qamma 6-cı pilləsində. Uşaqlar, baxın da fikriniz burada olsun. Minorda isə qamma 3-cüdür. Demək, artırılmış kvinta 6 və 3. Əskildilmiş kvarta isə əmələ gəlir. Majorda 3, minorda 7. 3, 7-dən. Aydındır, xəsətli intervallar. Açırıq not dəftərlərimizi, digər kanallıqlarda işləyirik xəsətli intervallarımızı.